Salam, xoş gördük. Bir daha değerli kanal izləyicilərimiz, xoş gördüm sizləri. Bugün Masazır qəsəbəsi Yeni Bakı Yaşayış Kompleksinin arxasında olan Alman proyekti, Alman tipli həyət evlərimiz satılır. Bu evlərdən sadəcə 3 ədəd qalıb, 9 evdən 6'sı satılıb, 3'ü qalıb. Öz alıcılarını gözləyir evimiz. Keyfiyyətli formada tikilib, birinci, ikinci mərtəbə monolit beton, başında payasa kəmər, 4 otaqlı evimizdir. Hörmətli izləyicilərimiz, 1,5 sotda çıxarış, fərdi yaşayış kateqoriyalı çıxarışımız var, xüsusi mülkiyyət. Həyəti bu formada, hətta divar hasarları belə Alman proyekti betondan əldə olunub, keyfiyyətli formada. Qonşu ilə görürsünüz arasında polkarbonat çəkilib həyət. Görsənməsin, mərkəzi kanalizasiya, qazı, suyu, işığı və sayğacları mövcuddur. Hörmətli izləyicilərimiz, bax bu cür gözəl tipli həyət evimiz. İndi içine girib rahat şəkildə göstərəcəm. Evimizin həyətinə bax buradan göstərsəm. 2 maşın sərbəst şəkildə arxa-arxaya daxil olur. Burada da boş yerlərimiz var, sayğacı görürsünüz. Mərkəzi kanalizasiya sistemidir. Qonşu narahat eləmir bu həyəti. Bax burada kombi sistemi var, hörmətli izləyicilərimiz. Hər bir evdə də yaşayış mövcuddur. Sadəcə 3 ədəd qalıb. Bax evində görünüşü bu cür qəşəng formada. İçinə daxil oluruq evimizin. Normal şəkildə geniş evlərimiz 125 kvadrat sahəsi mövcuddur. Yaşayış sahəsi, sanitar qovşaq giriş hissəmiz döşəmədən isitməli. Birinci burada sanitar qovşağı göstərim sizlər üçün. Bax burada duş kabinetində yer ayrılıb, kanalizasiya sistemi qoyulub. Geniş pəncərəsi var sanitar qovşağın. Giriş hissəmiz çox enli və böyük. Paltar şkafı üçün də bax burada yer ayrılıbdır. Pilləkənin altında paltaryan yerləşdirə bilərsiniz. Yeri indidən qoyulub. Mətbəx hissəmiz 340'ın 3'ə gözəl mətbəx döşəməsi, isitməli, qaz xətləri, işıq su xətləri var. Hər birinin sayğaclar var. Evimizin də salon hissəsidir. 1,5 sotda 125 kvadrat yaşayış sahəsi var və qiymət dəyərindən qat-qat ucuz 115 min manata real müştərilərə qiymətdə indirim mütləq olunacaq. Salonu giriş hissə mətbəx, sanitar qovşağı gördünüz. Yuxarıda isə 3 ədəd yataq otağı və balkon yerləşir. Çox gözəl proyekt, hörmətli izləyicilərimiz, çox bir ədəd də belə desək qardırob hissəmiz var yataq otağın birində. Bax giriş hissəmiz bu cür. Buradan solda 12 kvadratlıq bir yataq otağımız öz həyətinə baxan pəncərələrlə bir yerdə. Buradan sağda yenə 13-14 kvadratlıq bir yataq otağımız öz həyətinə baxır. Bu proyektlər elmi proyekti ki, hörmətli izləyicilərimiz, bunu inşa edən investor elə düşünüb fikirləşib ki, evlə evin arasında 2 metr, 1 metr standartlara uyğun, memarlıq, şəhər salma standartlarına uyğun şəkildə ara məsafəsi saxlanılır. Burada isə sanitar qovşaq hissəmiz, bax, böyük formada 2 ədəd sanitar qovşaq hissəmiz var və evimiz bütün 125 kvadratın hamısı döşəmədən isitməli. Burada da duş kabini üçün yer ayrılıb və sanitar qovşağın üstündə 1 tonluq ehtiyac su çanı qoyulub, oradan istifadə edə bilərsiniz. Bu kollektor sisteminin aşağıda da var. Ev başdan başa yerdən isitmədir. Bu isə böyük yataq otağımız, çox gözəl proyekt. Hər bir otaqda da fərqli divar kağızı var. Qəşəng görürsünüz, panorama tipli nazik pəncərə qoyulub. Burada paltar dolab yeri inşa olunub və buranı sanitar qovşaq deyilə bilərsiniz. Dəstəmaz, namaz qılmaq üçün də belə bir yerə çevirə bilərsiniz. Bu isə balkon hissəmiz, bax görürsünüz. Balkon hissəmizdir. Demək 1,20'nin 3 metrə, 4,5 aradasa balkonun en uzunu var. Darvazanın başları belə desək kazirok, bax evlərimiz də bu cür, bu tiplidir. Hörmətli izləyicilərimiz, 9 ədəd evdən. Bax bu da bunun küçəsi, böyük, geniş küçə.
öz qapında 2 maşın əlavə artıq saxlaya bilərsən. Həyətdəki Gembol və mərkəzi kanalizasiya sistemini bax burada görürsünüz. Çox gözəl şəkildə arxa hissə plan və ön hissə plan. Evin də görünüşü bu cür çox gözəl, dəyərli keyfiyyətdə tikilmiş bir evlərdir. Hətta evin inşaat video kayıtları belə var. Kim istəsə onlara təqdim olacaq. Tikilişi, monolit betonu, bünövrə hissəsi hamısı anban video şəkildə kadrlar mövcuddur. Buyurun hörmətli izləyicilər, söz sizdə. Evimiz 1,5 sotda 4 otaq 115 min manata dəyərindən ucuz təklif olunur. Sənədləri paket qıpça qaydasındadır. Söz sizdə hörmətli izləyicilərimiz. Diqqətinizə və izlədiyiniz üçün təşəkkür edirəm.